Salam. Bu videoda Poco X6 Pro için aylar sonra gelen HyperOS 3 yenilemesine baxırıq. Yenileme gəlib, yəni əslində bu Android 16 yenileməsi demək olar buna. Düzdür, belə axıcılıqda filan bir balaca fərqlər hiss olunur. Animasiyalarda, axıcılıqda animasiyalar hiss olunur ki, daha da yaxşılaşdırılıb. Məsələn, burada əsas bir dənə fərq gələn dinamik adadır. O da pis işləmir. İşləməyinə yaxşı işləyir. Belə digər fərqlərdən biri kilit ekranındadır. Yeni kilit ekranı stilləri gəlib. 1, 2, 3 yeni kilit ekranı demək olar hardasa. Yəni başqa bir elə çox böyük fərq yoxdur, amma burada bəzi yeni şəkillər gəlib. Bir də artıq bir yerdən bütün saat stillərini istifadə edə bilirik. Digər stillərdə olan saatların hamısını istifadə edə bilirik. Buradan bulanıqlıq əlavə etmək gəlib. Bu daha yaxşı seçimdir, çünki onda ikonlar, yazılar daha aydın oxunur. Belə qalereyada biraz bəzi fərqlər var. Burada da şəkillərin açılması, papkaların açılması gördüyünüz kimi maraqlı bir animasiya ilə baş verir. Hətta bu açılış animasiyaları TikTok'da da var. Telefon hələ ki təzə yenilənib, ola bilər bir müddət zaryadka saxlamaq ya axıcılıqda biraz problem olsun. Sonra digər fərqlər bir o qədər də gözə çarpacaq bir fərq yoxdur. Bir bildirim panelində biraz ikonların rəngi filan dəyişib. Belə əsas fərq HyperOS 4'də deyilənə görə olacaq. Çünki MIUI sistemindən tamamilə, yəni kodlaşdırmaları filan hamısı tamamilə yenidən yazılacaq HyperOS 4'ün. Ona görə əsas fərqi mən HyperOS 4'də gözləyirəm. X6 Pro üçün də bildiyim qədər HyperOS 4 Android 17 son yeniləmə olacaq. Amma Xiaomi əlavə bir yeniləmə də verir. Ola bilsin Android 17 ilə HyperOS 5 də alar. Amma aylar əvvəl oxuduğum bir xəbərə görə Poco X6 Pro Android 18 də ala bilər. Əgər o xəbər doğrudursa, Android 18 HyperOS 5 ilə ala bilər. Sonda isə dostlar, videonu bəyənib takip atmağı unutmayın. Kommentdə yazarsınız görək kimin Poco X6 Pro telefonuna artıq yeniləmə gəlib və ya yox. Yeniləmə ilə bağlı fikirlərinizi də yoruma yaza bilərsiniz.